Salam hörmətli izləyicilər. Bugün mən maşının bu benzin sərfiyyatının hesablaması ilə bağlı danışmaq istəyirəm. Gördüyünüz kimi burada belə bir benzin göstəricisi var. Bax bu şkalada. Burada yəni benzin hal-hazırda baxda olan benzinlə nə qədər məsafə qət etmək olmağını göstərir. Yəni nə qədər sürmək olar. İndi mən bunu hər dəfə benzin dolduranda polnu bak vururam və polnu bak vuran kimi burada 1125 kilometr yəni məsafə göstərir. Yəni həmin benzinlə güya mən 1125 kilometr gedə bilərəm. Və buna fikir verirəm ki, bu heç də dəqiq göstərmir. Yəni bu bir aldacı bir məlumatdır. Çox adam da fikir verirəm, bəlkə də buna arxayın olur, eləyir, bundan hesabını götürür. Və bir də baxsan ki, benzini qutarır, yolda qalır, hansı bir problemlər çıxır. Yəni bu, indi sizə bundan bağlı bir hesablamalar göstərəcəm ki, bu qətiyyən düz işləmir. Bilmirəm hansı metodla hesablayır, eləyir. Bunu da burada bir əsas menyuda bir daha indi sizə göstərim. Bunu iki cür hesablamaq yəni qaydası var. Böyük monitorda bu hissəyə girirsən, bax bu new enerji. Burada belə bir bunu iki cür qoymaq olur. Dinamik bir də standart. Standart güya qoyanda bu, yəni adi güya işlədir. Adi hesablama. Dinamik isə sizin bu sürməyinizdən asılı olaraq ona uyğun güya hesablayır. Lakin mən elə ikisini də yoxlamışam, yəni heç bir belə bir fərq də vermir. Yəni göstəricilər elə bir fərqli olmur. Yəni bunun elə bir əhəmiyyəti yoxdur. Yəni əsas məsələ burada odur ki, ümumiyyətlə bu məlumatlar səhvdir. Mən hər dəfə dediyim kimi polnu bak benzin vururam, 125 km göstərir. Bu göstəricində full consumption. Bu da işlətdiyimiz benzini göstərir. Bunu mən hər dəfə benzin vuranda sıfırlayıram, sıfıra qoyuram və bundan yəni benzinin sərfiyyatını yəni öz bildiyim kimi hesablayıram. İndi onu da sizə göstərəcəm. Gördüyünüz kimi bax indi hal-hazırda mən 490 kilometr yəni göstərir. 1125-dən yəni bu rəqəm çıxanda 635 kilometr qalır. Yəni güya mən indi benzin vurandan sonra 635 kilometr sürmüşəm və 490-da qalır. Və buna da uyğun elə bir 23,4 litr benzin işlətmişəm. İndi belə götürəndə, yəni benzin də belə yəni hesablanır ki, işlənən benzini bölürük bu getdiyimiz məsafəyə və vururuq 100-ə. Yəni 23,4-ü bölürəm 635-ə, vururam 100-ə. Sərfiyyat hardasa güya 3,7 olur. Ancaq bu heç də real deyil. Yəni mən özüm də bilirəm ki, bu hansı bir ideal şəraitdə bəlkə də bu o göstəricini verir. Yəni mən bütün günü bu probkalarda sürürəm, eləyirəm. Yəni bu indi hal-hazırda qış ayları peş də daim işləyir. Peş işləyəndə də sərfiyyat artır və 3,7 göstəricinin heç bir yəni şeyə uyğunluğu da yoxdur. Hələ üstəlik bununla da görsə burada belə bir göstərici də var. İndi bir daha yəni burada belə bir göstərici də var. Maşın özü də hər son 50 kilometrdə hesablayır. Bax görürsünüz burada da son 50 kilometr 7,2 litr benzin işlənib və hardasa onu da elektriklə bir yerdə hesablayanda 6,3 güya olur. Heç mən buna da inanmıram. Bu da hansı bir yəni qeyri-müəyyən bir hesablamalarla gedir və belə çıxır ki, yəni bu göstəricilərin heç birinə inanmaq olmaz. Yəni ən belə dəqiq, yəni daha uyğun olanı, yəni sizin özünüz hesablasaz daha dəqiq olan. Mən bunu necə edirəm? Mən hər dəfə yəni benzin vuranda həmçinin də bax bu trip A, bax bu göstəricini də sıfırlayıram. Burada bu sol tərəfdəki o pavarotnikin ortasında bir düymə, onu basıb saxlayanda bu sıfırlanır və belə hesablayıram ki, bu işlətdiyim benzini bölürəm bu getdiyim məsafəyə, vururam 100-ə və həmin rəqəmi alıram. İndi hal-hazırda bu cür hesablayanda, yəni 320 kilometrə mən 23,4 litr benzin işlətmirəm.
vurub çıxandan sonra da bu harca olur 7,3. Və bu daha real göstəricidir. Yəni həmişə də elə qış aylarında da məndə elə demək olar belə olur. Yayda harca 5,3 olur təxmini. Qışda yəni benzin motoru, yəni temperatur aşağı olanda benzin motoru daha çox işlədiyinə görə sərfiyyat da artır. 7,3 gör nə qədər fərq verir. 3,7, 7,3 gör 4 litr təxmini 4 litrə yaxın böyük bir fərq verir. Yəni bu da mümkünsüz bir şeydir ki, belə bu boyda bir fərq olsun. Yəni 7,3 daha realdır. Yəni ona görə demək istəyirəm ki, bu rəqəmə qətiyyən fikir vermir. Heç elə bir ki, bu yoxdur, heç buna baxmaq da lazım deyil. Yəni bir də yəni təxmini qalıq benzini siz bax burada eyni vaxtda burada indi bilmirəm görünür yoxsa yox. Burada bir şkala da var. Belə bir burada xətlə də göstərir. Xət var bu rəqəmin altında. Bu qalıq benzini indi görüm onu bir sizə. Yəqin maşın olanlar özü biləcək ki, yəni bax burada belə bir gördünüz bax bu yaşıl. Yaşıl qalıq benzin göstərir. Baxda olan benzin. Yəni bu adi maşınlarda da, adi maşınlar necə şkala ki benzin göstərir, bu yəni ona uyğun bir şeydir. Yəni bundan siz daha dəqiq bilə bilərsiniz ki, baxınıza nə qədər benzin qalıb və işlətdiyiniz benzində, yəni bu dediyim metodla istifadə edə bilərsiniz. Yəni bununla bağlı demək istədiyim bu qədər. Yəni bu indi Çinin öz nəsə bir metodlar var. Yəni öz bildikləri kimi bunu nətərsə hesablayırlar. Yəni ona görə bunlar tam arxain olub buna inanıb belə, yəni sonra da yolda qalmağa dəyməz. Bununla bağlı demək istədiyim bu qədər. Sağ olun.